Hər vaxtınız xeyir, əziz ədəbiyyat sevərlər. Gəlin bugün Dostoyevskinin biraz kölgədə qalmış, amma əslində onun gələcək şah əsərlərinin bütün cövhərini özündə daşıyan bir əsərinə, Ev sahibəsinə başvuraq. Bu, sıradan bir hekayə deyil, bilin ki. Bu, insan ruhunun ən qaranlıq labirintlərinə, vəsvəsənin və sirrin dərinliklərinə bir səyahətdir. Hazırsınızsa, başlayaq. Baxın, hər şey məhz bu sarsıdıcı cümlə ilə başlayır. Qəhrəmanımız Ordunov. Təsəvvür edin ki, bütün ömrünü kitablara həsr eləyib, öz aləmində yaşayır və bir gün Peterburqun səsküylü küçələrində gəzərkən sanki bir ildırım çaxır beynində və bu acı həqiqətlə üz-üzə qalır. Bu sadəcə bir anlıq düşüncə deyil, onun bütün həyatını alt-üst edəcək bir qığılcımdır. Bəli, ilk olaraq tanış olacağımız obraz məhz yalnız alimdir. Görəsən özünü kitablara həbs eləyən bu adam əslində kimdir və onun bu sakit, nizam-intizamlı dünyası bir anda necə darmadağın olacaq? Deməli, Ordunov kimdir? O, gənc və çox parlaq bir alimdir, amma bütün həyatını, bütün enerjisini kitablara sərf edib. Özü üçün elə bir qala tikib ki, o qalanın divarları kitablardan, içindəki isə tənhalıqdan ibarətdir. Amma bilirsiniz, həyat o qalanın divarlarını bir gün mütləq sındıracaq. Bəs görəsən, bu nə vaxt və necə baş verəcək? Yəni, onun həyatı sanki iki hissəyə bölünüldü. Bir yanda özünün yaratdığı nizamlı, sakit zehin dünyası. Digər yanda isə Peterburqun səsküylü, ehtiraslı, sirli küçələri. Və illər sonra onu bu qapalı dünyadan çıxaran şey nə olur bilirsinizmi? Çox adi, çox məişətə aid bir şey. Yeni ev axtarışı. Bax, bu iki dünyanın toqquşması var ha, bu sadəcə toqquşma yox, əsl partlayış olacaq. Və beləcə gəlib çatırıq hekayənin bəlkə də ən vacib anına, taleyüklü qarşılaşmaya. Hər şeyin başladığı yer isə sakit, heç nə vəd etməyən bir kilsədir. Amma bilin ki, ən böyük fırtınalar həmişə sakitlikdən sonra qopur. Təsəvvür edin, Ordunov kilsədədir və içəri iki nəfər daxil olur. Biri sərt baxışlı, yaşlı bir kişi, digəri isə heyrətamiz dərəcədə gözəl, amma üzündən dərin bir kədər yağan gənc qadın. Ordunov onlara baxan kimi hiss eləyir ki, burada nəsə qəribə bir şey var. Sanki onlar arasında görünməz bir gərginlik, bir sir var. Elə bil ki, onlar həm bir-birinə bağlıdırlar, həm də bir-birinə əsiridirlər. Dostoyevski o anı məhz belə təsvir eləyir. Baxın, bu sadəcə kədər deyil, bu, uşaq qorxusuyla qarışmış bir dəhşətdir. Və Ordunov bunu gördüyü an hər şey bitir. Bütün o alim soyuqqanlılığı, o məntiq, hamısı bir anın içində buxarlanıb yox olur. Qadının o sirli istirabı onu bir maqnit kimi özünə çəkir. Və o andan etibarən Ordunovun beynində yalnız bu suallar fırlamağa başlayır. Kimdir axı bunlar? Nədir onların bu qaranlıq sirri? Bütün o elmi kitablar, bütün o araşdırmalar, hamısı bir kənara atılır. Artıq onun həyatının tək bir mənası var, bu sirri çözmək. Və bu suallar onu birbaşa hekayəmizin növbəti mərhələsinə aparır. Vəsvəsəli təqib. Artıq bu sadəcə maraq deyil. Bu, bütün məntiqi, bütün sağlam düşüncəni kənara qoyan bir vəsvəsədir, bir aludəçilikdir. Ordunov hər şeyi unudur. İşi, gücü, kitabları, hər şeyi. Gecə-gündüz Peterburq küçələrində onları axtarır. O yaşlı kişinin ona necə təhdidlə baxdığını görür, amma vecinə də deyil. Elə bir qüvvə onu çəkir ki, artıq özünə hakim ola bilmir. Tək bir məqsədi var, o qadını tapmaq. Baxın, bu təqib necə gedir? Birinci gün onları kilsədə görür, izləyir, yaşlı kişi onu görüb xəbərdarlıq edir. İkinci gün Ordunov dəli kimi bütün şəhərə axtarır, vəsvəsəsi get-gedə böyüyür və üçüncü gün o ağla sığmaz bir şey eləyir. Onların yaşadığı binanı tapır və heç düşünmədən qapını döyür və deyir ki, mən sizin evinizdə otaq kirayə eləmək istəyirəm. Təsəvvür edirsiniz, tam bir dəlilik. Yaşlı kişi, Murin, təbii ki onu qovmaq istəyir, üzündən zəhər tökülür, amma tam o anda qadın, yəni Katerina dillənir və sadəcə 3 kəlmə deyir. Boş otağımız var. Bax, bu 3 kəlmə Ordunovun taleyini həll eləyir. O, fərqində olmadan canavarın yurasına girmiş olur. Ordunov elə bilir ki, məqsədinə çatdı. Amma əslində o kabusun düz ortasına düşüb və hekayənin bu hissəsi qızdırmalı yuxular adlanır. Burada artıq psixoloji gərginliyi o həddə çatır ki, Ordunovun bədəni buna tab gətirmir. Reallıqla yuxu bir-birinə qarışır. O, elə ağır xəstələnir ki, günlərlə yataqdan qalxa bilmir. Hər şey bir-birinə qarışır. O yuxudadır, yoxsa oyaqdır, heç özü də bilmir. Yaddaşında qırıq-qırıq anlar canlanır. Katerina gah bir mələk kimi ona qulluq eləyir, gah da qəfildən onu ehtirasla öpür. Murin isə
Murin onun yuxularına bir kabus kimi, bir iblis kimi çökür. Və Ordunov yavaş-yavaş özünə gəldikcə, ev sahibi İlya Murin haqqında dəhşətli şeylər eşitməyə başlayır. Deyirlər ki, bu adam vaxtilə çox varlı olub, amma sonra müflis olub, ağlını itirib. Hətta deyirlər ki, qəribə kəhanətlər verir, insanları təsir altına salır. Ən qorxulusu isə onun adının bir qətildə hallanmasıdır. Baxın, bu qədər qorxunun, bu qədər şübhənin ortasında Katerina gəlib Ordunova çox qəribə bir şey deyir. Bu nə deməkdir axı? Bir tərəfdən çox məsum səslənir, elə deyilmi? Bacı-qardaş kimi yaşayarıq. Amma digər tərəfdən bu həm də bir təklifdir, bəlkə də yeni bir tələdir. Ordunovun başı tamamilə qarışır. Və nəhayət, gəlib çatdıq hekayənin zirvə nöqtəsinə. Bütün pərdələrin qalxacağı, sirlərin açılacağı o an gəldi, Katerinanın sirri. Nəhayət ki, öyrənəcəyik bu qadının dərdinin səbəbi nədir və Murin onu necə özünə əsir edib. Bir gecə Katerina qorxu içində Ordinovun otağına girir və başlayır danışmağa, daha doğrusu içini tökməyə. Bu cümlələrlə başlayır onun dəhşətli hekayəsi. Bir etiraf, bir fəryad. Hekayənin kökü hara gedib çıxır bilirsinizmi? Doğma anasının lənətinə. Təsəvvür edin, bir ana öz övladına belə bir söz deyir. Bax, Katerinanın bütün bədbəxtlikləri, bütün faciəsi məhz o lənətlə başlayır. Sonra dəhşətli bir gecə. Atasının fabriki yanır, atası öldürülür. Hər yer alov, hər yer qandır. Və bu kabusun içindən kim çıxır? Bəli, Murin. Murin onu güya ki xilas edir. Yanan binadan çıxarır və birlikdə qaçırlar. Amma bu xilasdır, yoxsa əsarətin başlanğıcı. Və onlar bir qayıqda Volqa çayının üzərində qaçarkən Murin aralarındakı o qorxunc razılaşmanın şərtlərini açıqlayır. Baxın, bu nə qədər şeytani bir tələdir. Deyir ki, məni sevdiyin müddətcə sən mənim əsrimsən, amma məni sevmədiyin gün azad olacaqsan. Lakin mən öləcəm. Yəni Katerinanın azadlığı Murinin ölümü deməkdir. Bu sevgidən hörülmüş bir zəncirdir, bir həbsxanadır. Və bütün bu hekayədən sonra biz yenidən Ordinovun otağına qaydırıq. İndi onun qarşısında böyük bir sual var. Nə edəcək Ordinov? Bu qadını bu psixoloji cəhənnəmdən xilas edə biləcəkmi? Yoxsa özü də bu torun içinə düşüb növbəti qurban olacaq? Dostoyevski isə bizə hazır cavab vermir. Bu sualı açıq qoyur, cavabı bizim öz vicdanımıza, bizim öz düşüncələrimizə buraxır. Əgər Dostoyevskinin bu cür dərin və sirli dünyalarına səyahətlərimiz xoşunuza gəlirsə, o zaman sizi Sətiraltı ailəsinə qoşulmağa dəvət edirəm. Kanalımıza abunə olun, bildirişləri açın ki, yeni təhlillərdən dərhal xəbəriniz olsun və ən əsası, şərhlərdə bizə yazın. Növbəti dəfə hansı kitabın qaranlıq dəhlizlərində birlikdə gəzməyimizi istəyirsiniz? Vaxt ayırıb dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, növbəti görüşlərədək.